Hamınıza salamlar əziz dostlar. Bugün Custom Cars online oynamaya devam ediyoruz. Hani en son birinci bölümünü Mart'ta çəkmişdim. Hani bu mavidə qalmışam, heç oyuna bile girməmişəm heç. Yani ne kadar vaxt normal Custom Cars online adlı bir oyunumuzu oynamırıq ne kadar vaxt. Ama bu oyuna da sıx-sıx devam edəcək. Ağlımdadır. Bu oyun haqqında da yeni videolar var. Çəkəcəm onları da. Gəldiyimiz görədə bir tane burada maşınlara baxacaq. Bunlar bizim maşınlar. Tabii ne kadar vaxt girmirəm deyənə yaddan çıxartmışam nəyin nətərliydi o. Karşıp deyib amma girə bilsənmiş. Bu bizim Tofaşdır, bunu bilirəm. Bu bizim Tofaş. Fiyat falan var. Yeni maşınlar gələtdimiş. Baxın, yeni maşınlar gələtdi. Mercedes Sprinter. Bilməm əvvəl var idi, yox idi. Var idi, yox idi. Avtobus falan gələtdi. Of, təzə. Bunu almaq lazım. İstəsəm mütləq alaram onu. Maraqlı Travego avtobusları var. Bir də bunlar təzə gələtdi amma yeni maşın gələtdi. Baxın, yeni 4 dənə maşın gələtdimiş. Bir bu gələtdi. BMW tasarımı qəşəng maşındır bu. Sıradakı da bu Toyota Land Cruiser. O da baxın, özlədiyim bir maşınım gəldi. Toyota RAV4 var. Bu gələtdi oyuna. Yəni bu maşının özünün gəlməsi çox gözəl oldu. Mən Cahidin videosunu izləyəndə görürəm Cahid bunların hamısını alıbdı. Tabi ben nə də vaxtı girmirəm oyuna deyənə bunları adımızdan çıxartmışıq amma bu maşınımız da var. Bu da polis işıqlıdır həm də arxası. Polis işıqlı idi, yox. Getdi bir aşağı. Mən yenisini almaq istəyirəm. Məsələn bunu bir dənə alım. Bu maşını alıram ayında. Reklam izləyək. Reklam ayında burada tez bir şeydi. Bunu 30 saniye, 30 saniye yox, 1-10 saniye olsa ötürdük. Yeni maşını bir dəqiqə qədər açılıyı aldıq. O bir səriyində soruya alacağım. Modifiye deyilənə görə gövdə boyası. Nə rəng eləsəm abını? Sarı mənim gözümdə yaxşı bir deyil də bilmirəm amma gəlin bir dənə qara eləyək. Qara rəngində belə qalsın. Başlat deyim. Bir də yeni yollar da gələtdimiş. Bir də bu çıxdı başımıza. Nə yapın? Rəddələsinlər abi nədir? Kart haqqınız kalmadı falan. Azər Südayensə ya. Bir də yeni yollar gələtdi. Bura baxın, marşrut yolları. Yolu yemmədə atıyorsan ya burada qaldı. Nə oldu? Oyunun səsi ilə son azaltmışdım mı? Yox, oyunun səsini azaltmamışam. Deyək indi sizlərlə baxaq da. Qəribə kamerada da kamera olar. Ya siz ne arıyorsunuz bu maşının oyunu, ben anlamadım size. Yolun bura atdıq özümüzə. İçindən sürək bir dənə qəşəng belə bu maşın. Çok da Allah'ım, çok da.
Ay, düştü aşağı ya. Ay. Ağaçlığa attık özümüzü. Yani döşüncüydü demək olar. Ayrıca döşüncüydü. İçindən sürəndə amma çox da elə gür səs çıxmır. Hər şey oradan çıxdıq. Çünki biraz başqa yerlərə də bir baxaq da. Birdən maşın rəngi birdən bir özünə dəyişdir. Yenə bu çarə başlayacağım abi buna. Artıq avtomatik olaraq hər gün amma hər gün bir dənə burası deyəcəm. Custom kartonlarını kəşməyə davam eləyəcək. Orada dördüncü yolda var. Bu nədir? O da elə onun üçün eyni yoldu yəni. Koltuq ayarı nə qədər olsun? Hər şey yaxşı bilər. Şu maşının içinə baxın, siz deyirəm. Bu nədir? Biraz qəribə ayarlarımız var, amma bunları sıx özümüz öyrəşə bilərik. Yenə başladıq. Ay, nə çıxacağam buradan? Buradan çıxdım asıl. Mesela biraz başqa maşınlara baxaq. Onları da bir dənə alaq deyirəm mən. Yəni başqa alınası maşınlarımız daha var. Tata RAV4 alıram. Nətər olsa bu oyunda bizim için görəmən şey pulsuz bir şey. Yəni nə gözəl alabilirik. Bu hələ ikinci bölümüdür bu oyunun. Yəni sıx-sıx atacaq. Başqa nə alsaq deyirəm. Bax burada da bir dənəsi var. BMW F83. Uf. Yenə gələn maşınların ümumiyyətlə hamısını alıram. Yəni almaq məcburiyyətindəyəm də. Oldu, bizim oldu.
O sonuncusudur ya. Görsən nə olar? Buradan getmağın. Aldıq hər şeyi buna. Sirenlər, bu maşının işıqları açıq olsun. Başlat deyim artıq da rahatca. Fox maşını, Fox. Vay değdik. Qəşəng güncəlleme oldu açıkçası dostlar. Adi səs kəsək, biraz səs eşidə bilinsin. O yəni görüb qəşəng güncəlləmələr gəldi bu oyuna. Özünüz baxın. Fox maşını falan qabaqdakı görünüşünə tədir belə. Yəni Karsi Meteoroloji də bundan biraz qəşəng olur da Karsi Meteoroloji ümumiyyətlə heç nə gəlmir normal. Ya bu maşın elə polis işıqları var, amma bu maşından mən çox görmürəm intihas. Ya ama bir dənə də bənzər Fox'u var, amma istəyirəm ki, bu da gəlsin. Telefonda da yaxşı olmur ha.
Ağlar gəldi lan biz. BMW'ye çıxdıq. Belə. Yəni qabağa yansıtaq bu. Xəritənin uzunluğu elə bu qədər sayılır ha. Olmuş. Bəli dostlar, görmüş olduğunuz kimi bu güncəlləmədə 4 dənə yeni maşını görməli olduq. Yəni 4 dənə yeni maşın gəlmiş bu oyuna. Mütəvəqqə. O çox qəşəng şeylər. Maşın işıqları, polis işıqları falan. Mənim işıqlara belə də demək olmuş, kamera görünüşü. Dabla mən heç birini bilmirdim. Hələ dediyim kimi biz yeni oynadığımız üçün bunların hamısını öyrəşməliyik. Bu nədir? Zaten devamlı da tutup eləyə diyeyim. Kameranı belə oyun eləyirik. Təzədən bir də qaydaq. Nəsə mincəm. B. Maşın minmə... Yox. Belə eləyəndən sonra minilirmiş. Mən də deyəm, niyə maşına minilmirmiş? Mənə belə basılı saxlayaq deyirsən, ha? Qadirov geriyə. Nədən? Yolu bağlamışlar. Neyse dostlar, artıq bugünkü videomuzda son olsun. Mən həqiqətən bu oyunu bəyəndim. İkinci bölümdə bu şəkildə idi. Yaxın yeni bölümlərdə əsas onu bunu sizlər üçün rahat bir şəkildə ala bilərik. Məsələn, maşın istəyirsinizsə, maşın alaq. Yeni bir yer keşf etmək istəyirsinizsə, yeni bir yer keşf edək. Belə yəni. Siz bunları istəyirsinizsə yoruma yazarsınız. Mən yeni güncəlləməni bəyəndim. İnşallah da bu oyuna həmişə də belə qəşəng maşınlar gələr. Biz də onları rahat bir şəkildə də görmüş olarıq. Yeni 4 dənə maşın da bu şəkildə idi. Bu arada biz bilmirəm bu pulla nə qarışıq, nə eləyəcək, dəqiq bilmirəm onu da. Bəlkə bir şeylər eləyərik. Get lazımdır, məsəl üçün. Bitdi. Bugünlük məndən bu qədər. Sonraki Custom Cars online videosunda görüşmək üzrə.